Bu gün Elmira xanım sizin üçün şəkər çörəyi və badam bura bişirir. Ay bala, yox. Ay bala, yox, yox. Ay bala, biz səni bala, başıva dönərəm. Ay bala, nöşün elə elədin? Ay bala, düz mərkəzdən elə, mərkəzdən. Mərkəzdən. Dedim axı mərkəzdən. Ay bala, mərkəzdən. Targovudur bax. Targovu nədir? Mərkəz. Birazdan ARB-də. Badam bura həmişə məni çərrədir. Bunun adını qoyun Fərid Burak. İkisi də çərrədir. Yox, maşallah, maşallah. Fərid Pistörə. Baş sponsor Final Mətbəx Yağı. Xüsusi sponsor uzman ginekoloq Emin Haqverdiyev. Sponsorlar Aura, Azərduz, Sultan Düyü və Rəmzioğlu Paxlava. Hər vaxtınız xeyir olsun hörmətli tamaşaçılar. Mart ayının 13-ünü yaşayırıq və bayrama bir neçə gün qalıb. Və Elmira xanım yenə burada. Mən yenə burada, biz ARB-də, mənim süfrəmdə. Necəsiz? Mən nə eləyim? Sən necəsən? Mən də yaxşı, durub gəzirəm yavaş. Şükür Allah, yaxşı ol günə. Neyinisən Elmira xanım? Mən deməli fikirləşirəm, nəyə, hardan başlayayım, nə tərə başlayayım. Nəyə inəyəcəksiniz, nəyə başlayacaqsınız? Sadəcə olaraq əvvəl salamlaşın. Hə, salamlaşın. Bizi orada gözləyənlər var intizarla. Mənim öpücüyümü, mənim quç-quç elədiyimi, mənim əziz tamaşaçılarım, mənim süfrəmin tamaşaçıları, bizi daimi izləyənlər, dəyərli izləyicilərimiz, tamaşaçılarımız, mən sizin hamınızı öpürəm, mən sizi bağrıma basıram və belə bir şey deyirəm, yəni ki, neçə belə bayramlara, hamımızın evində az miqdarda da olsa, bu balaca coşqu yaşansın, gözəl coşqudur. Yəni, Allah şükür, bizim indi dükanlarda bu milli şirniyyat il boyu satılır. Amma ildə bir dəfə olur ki, qohum, əqrəbə, qonum, qonşu, tanış yığılırlar, planlaşdırırlar ki, kimin bişmişin hansı günü bişirsin və sağ olsun Fəridi, mənim süfrəm verilişi, biz də sizinlə bərabər gör neçə ailədə biz şirniyyat bişiririk. Bəli, milyonlarca ailənin qarşısında biz keçən həftə qoğallar bişirdik. Bu həftə isə Elmira xanımla qərarlaşdırdıq ki, mənim sevdiyim şirniyyatlardan biri olan badam bura bişirək. Elə bir şəkər buranın əmisi qızı. Bəli. Eyni nəsildəndirlər. Bəli, belə eyni nəsildəndir. Və şəkər çörək bişirəcəyik. Bugün şəkər çörək və badam buranın, əsl dadlı badam buranın bişirilmə qaydası ilə tanış olacağıq. Elmira xanım, badam bura üçün bizə nə lazımdır? Deməli, badam buranın porsiyanın miqdarını azaltmışam. Ancaq ki, Tural resept yazanda bütöv yazacaq 1 kilonun. Biz bu gün yarı bölmüşük. Deməli, yarım kilo un, təbii ki, 75 qram yağ, 100 qram xama, ora baxıram. Deməli, yarım kilo un, 75 qram yağ, 100 qram deməli xama, çəki ilə olan, biz çəki ilə olan xama ilə işləyirik. Reseptdə yazılıb 3 yumurtanın sarısı. Təbii ki, mən yumurtanın birini bölə bilmirəm. Ona görə mən bugün 2 yumurtanın sarısını istifadə edəcəm. Və dolu olmayan 1 stakan süd. Yəni, süd mən aramla əlavə edəcəm. Qaldıq ki, şəkər çörəyinə bizə nə lazımdır? Yenə də yarım kilo un, 250 qram yağ, stakan yarım şəkər kirşanı, deməli, 1 yumurtanın sarısı, 1 yumurtanın ağı. Yəni ki, 1 yumurtanı yarı bölmüşəm. Və mən vaxtımı itirmədən, yox deyəm də bir dəqiqədə, bax, Allah sənə qurban olum. Nə oldu yəni? Biz vaxtı itirmədən badamburanın xəmirini yoğuraq, sobamıza qoyaq, xəmir gəlsin. Gəlməlidir xəmir. Düzdür. Sonra şəkər çörəyi. Sonra biz şəkər çörəylə məşğul olacaq. Və mən təbii ki, nə edirəm? Mən həmişə kimi aparı eləyirəm. Aparı üçün mən şəkər, duz və mayadan istifadə edirsiniz. Bəli. Az deməli, az eləyəcəm. İçin nəmliyi var. Sən dəcəl balamsan. Səni verənə şükür. Sən mənim dəcəl balamsan. Hə. Hə, sən sakit deyən. Mən bir də aparatda xəmirə söz danışmışam ki, əl vurmayacam. Hə. Verin. Qoy bu suyu düzəldim. İsti vururam da, mən eləyirəm. Yaxşı, ilıq su ilə yenə. Kirimir də bu uşaqda, dincəlmir. Deməli, mən badam buranın aparasını hazırlayım. Mən bir çay qaşığı dolu olmayanda, aytən yəni reseptdə bir çay qaşığı doludur. Mən dolu olmayan bura tökdüm, əlavə elədim. Mən biraz bura su əlavə eləyirəm.
Hətta heç yarım stakan suda deyil. Ona görə ki, biz yarım pors xəmir yoğururuq. Deməli, bura mən əlavə eləyəcəm. Fəridim. Bəli. Biraz pisoq. Şəkər əlavə elədik. Hə, şəkər, üzürü sayın. Və mən bura əlavə eləyirəm un. Belə. Və mən bunu qarışdırım çəngəlinə. Ala, sən onu qarışdır. Zəhmət olmasa biraz ki, ya bura gəl, ya mən ora gedim. Hə, ora qədər mən neyinirəm? Deməli, mən indi südü biraz ilıq eləyim. Yadınızda saxlayın ki, əziz tamaşaçılar, mayalı xəmir yoğurulanda ərzaqlar olmalıdır ilıq, maye, ilıq. Siz əyəm isti elə söz, deməli, siz xəmiri yandıra bilərsiniz da, yəni xəmir bişir və o xəmir mayalanma prosesi getmir. Onun üçün də sizin südünüz, suyunuzmu, hətta apara düzələn mayedə bir dəqiqə deyən ilıq olmalıdır. Çox sağ ol. Allah səndən razı olsun. Artıq qoyuram, deməli, yəni elə xanımlar var ki, onlar ehtiyac duymurlar apara hazırlamağa. Sadəcə olaraq mən bir xəmir yoğuran kimi, yəni bir usta kimi, bir xəmirlə məmulat, şirniyyat bişirən kimi adam, mən sizə düz yöntəm verirəm. Yəni apara vacibdir. Apara sizə birinci vacib nə üçün lazımdır? Siz özünüzə sığortalayırsınız ki, maya işləyir ya yox. İkinci də xəmirimiz tez acıyır. Artıq südüm hazırdır. Südü qoyuram mən yanıma. Və biz gözləyirik ki, deməli, aparamız biraz qalxsın, aktivləşsin. Ora qədər mən neyinirəm? Yarım kilo unu əlavə elədim qabın içinə. Mən bura əlavə eləyirəm. Bax, baxın, görün. Azcana duz. Bax, belə deyək ki, bir çimdir. Bax, buna baxın, bir çimdir. Bura mütləq gəlməlidir şəkər, bir çay qaşığı. Və vanil əlavə elədiniz, hə, Elmira xanım? Bir paçka vanil. Mən vanil xoşlayıram. Bura, deməli, mən yenə bunları qarışdırıram. Yəni ki, bu proses, hazırlama prosesi gedir ta ki, bizim aparamız qalxana qədər. Apara nədir? Apara loru dilində desək, balatadır, bəli, çox sağ ol. Düzdür, balata olur, yox, hələ qoyma, mən obriləri də bura əlavə eləyim, qadasını alaram, sonra qoyarsan. Rayon yerlərində balatanı tam başqa cür hazırlayırlar. Sadəcə olaraq aparanın başqa tərcüməsi yoxdur. Apara, yəni el dilində apara, balata deyirlər. Yəni biz belə deyək, dostlar, normal formada, yəni kənarda mayanı aktivləşməsi. Necə məsləhət? Mayanı kənarda aktivləşdiririk. Buna ta qədimdən xanımlarımız bu üsuldan istifadə eləyiblər və Elmira xanım bunu ona görə eləyir ki, xəmiri 100% olsun. Yəni o yan bu yan söhbəti olmasın ki, bu xəmiri gəldi, gəlmədi. Yəni o yan bu yan yoxdur da. Nə oldu? İndi elə. Onsuz danışdıq. Alırsınız, bu o həyat... Maestro var idi, Niyazi. Orkestra dirijorluq eləyirdi. Niyə onu aldınız ki onunla? Abala, burada durmuşum. Bir də gördün, çən gəldi, girdi gözümə. Bir olsun. Qalacaqsan mənsiz. Bura dəyə bilərdi o. Yaxşı, danışmıram. Küstüm. Sən bugün mən sən küsmə. Sən küsə bilmərsən. Qeynanamın yaxşı sözü var idi. Deyir, sən məndən küsməkdən ötəri 7 başın olmalıdır. Sən məndən küsə bilmərsən. Mən küsmüşəm. Mən səndən küsmüşəm. Küsmüsən ki? Mən səndən danışmıram, Bax, peşman varsan. Mən səndən küsmüşəm. Özün bilərsən. 1, 2, 3, 4. Ay, sağ ol. Və dostlar, verilişimiz davam edir. 2 yumurta əlavə olundu. 2 yumurtanın sarısı. Daha sonra bizim yağımız. Yağ, xaman. Mətbəx yağımız. Özü düşdü. Ala. Gələ, xamanı da boşalt. Bura sən yana bilmirsən də. Sən yəni ki... Eləmə, onu xəmirənin qəmbiri eləyəcək. Hə, onu eləyəcək.
Darıxmayın. Yox, mən zarafat edirəm, nuşa olsun. Əfsuslar olsun ki, mən kənd yumurtası Yemirsiniz, sizə ona görə dedim ki, amma... Mən ümumiyyətlə, axır neçə aydır yumurta yemirəm. Yəni, biraz mənə qorumaq lazımdır. Ətdir, yumurtadır. Dayan da bir dəqiqə, yəni, bax, sən niyə hövsələsiz erirsən? Qoy bu gəlsin də, bax, bu gəlsin də. Mən nə bilim. Biz də ora qədər səninlə söhbət eləyək. Özünüz necəsiz, yəni? Mən çox sağ olun. Nə planlarınız var, yəni, yeni Novruzdan sonraya? Novruzdan sonraya Neftçalıya getməliyəm. Apreldə inşallah. Hə, inşallah. Sonra apreldə nə planlarım var. Yəni, ölməsəm, sağ qalsam, planlar çoxdur. Təki salamatçılıq olsun. Uşaq vaxtı həqiqətən çox maraqlı. Mən utanırdım atmağa papaq. Bir-iki dəfə atdım, ikinci dəfə atanda mən papağımı qonşu uğradı. Vermədi hələ. O uğrayan, bu uğrayan. Deməli... Nifrət edirəm, ay qonşu səhər. Deməli, neçənci ildir, bax, kuş deyəcəm neçənci ildir. Haradasa 97-98. Deməli, Novruz bayram ərəfəsidir. Düşürük, görürük ki, yəni mərtəbə pencərə yoxdur. Şəkər bura, qoqal, paxlava hamısı orada. Deməli, uşaqlar nə edirlər? Bu papaq atırlar. Pulu götürürlər. Xanımlar ki, şəkər bura zat qoyurlar, qoz fındıq. Bişmişi qoyurlar pencərənin üstünə, qoz fındığı yeyirlər. Mən də belə baxdım ki, mən də israf edirəm. Mənim də onda, mən sifariş götürürdüm da. Deyirəm ki, yəni mən bu əziyyətlə bişirim və bunlar bunu pencərənin qırağına qoysunlar. Yəni ki, onu da bir xanım fikri söylədi və mən elə, yəni ki, onu eləyirdim. Bir gün nəsə, heç və yadımdan çıxmaz, Allaha acıq getməsin, çox qanım qarı idi yoldaşımdan sonra. Və uşaqlar da başa düşmədilər, qapımızı döydülər, bizə papaq atdılar. Qanımın bu qara vaxtında, Allaha and olsun, bir dilxor idim ki mən. Mən yerə göyə sığmırdım birinci ili. İradə qayıtdı, ayman belə. Yox dedim, mən həqiqətən də evdə heç nə bişirməmişəm. Mən onda sifariş, həqiqətən o məqam ərəfədə mən sifarişi dayandırmışdım. Amma mən indi, yəni həmişə deyirəm ki, bayram olsun, şənlik olsun, şadlıq olsun. Düzdür, elə evlər var, onların evində rəhmətə gedənləri var. Allah hamısına rəhmət eləsin. Amin. Amma rəhmətə gedəndən, yəni hər şey batmır da, itmir. Sadəcə yaxınlar biraz çox abartır bu işləri. Çətindir, mən 7-ci ildir, hələ də o mənim üçün çətindir. Məsəl üçün, mənim yoldaşımın hətta ad günü martın 21-idir. Mən biraz çətin yaşayıram o məqamı. Amma mən istəyirəm ki, mənim Azərbaycan xalqım əziyyət çəkməsin, fikir eləməsin, qanları qaralmasın. Ona görə ki... Bayram nədir? Birləşməkdir, bayramlaşmaq, küsürlər barışır. İnan yenə ki, insanın qanı qara olanda insan özünü bərpa eləyə bilmir. Və ailə üzvləri baxır ona, onların da keyfi açılmır. Ona görə də mən çox istəyərəm ki, hamının keyfi də yaxşı olsun. Neynəmək olar ya? Yəni ki, həyatdır da. Sən bunu nətər elədin ki? Həyatdır da, gəlmədi o da. Gəldi. Hə, istəyir. Və bu Novruzda da hər bir xanım az da olur, çox da olur, azı elə bişirir, elə ortaya qoyur ki, insan elə bilir həqiqətən çoxdur. Bəli. Əsas varlıqda nəsə hazırlamaq çox rahatdır. Əsas odur ki, yoxluqdan nəsə ortaya çıxarırsan. Ortaya çıxartmaq lazımdır. Onun üçün də həqiqətən bizim Azərbaycan xanımları fədakar xanımlar. Amma elə xanımlar var ki, 1 kilo əti ver, o heç nə eləyəcək, pişirəcək, axacaq. Amma elə xanım var ki, 1 kilo əti 6 dəfə pişirir, 5 dəfə pişirir, 4... Yox da, 6 dəfə yox da. 6 çox dedim, ben deyim. 3 dəfə olar, 3 dəfə eləmək olar. Bir dəfə bax, biraz kartof vursan, biraz şey, mən də tələb olmuşam da, alırdım əti, bax, bir dəfə döyməli yerini götürürdüm. Bir dəfə şey pişirirdik, kotlet, bu getdi. Sonra sümüklərin, qaynatdım, bir də sos pişirirdim. Bildiniz. Sonra düşdü, biraz da qalırdı, ət çəkirdim, nəsə. Yəni mən də biraz bilirəm. Yox, maşallah, maşallah. Belə pis törə. Bir də boş pişirəm Elmira xanım məndə. Özümü belə şeylə... Bişir, yine bir dəfə yeyək də. Mən o qədər həqiqətən şey eləmişəm ki, yemək pişirmişəm. Travmam var. Yemək pişirməyə. Hə. Mən qab yumamaq üçün, tələbə vaxtı. Elə bir biri qab yuyurdu. Mən qabdan qaçmaq üçün dedim, mən yemək mənli idi. Baxdım videolara, elə bir mən evin anasıydım, yeməyi pişirdim. Uşaqlara qabı yuzdururdum. Bu sizin işiniz nədir? Kartofu, amma mən nətər aşbaz idim. 3 nəfər, 4 nəfər idi. Tutaq ki, Dodos'un, Binamin, o birisi kartofu. Mən nə qarışdıra, Binamin mənə deyir, sən qarışdıransan.
Sən kartofu soy. Sən əti soğanı doğra, soy, sən ay. əti doğra, mən narazı yaramsın sonra bura. Yaxşı, bəs onda niyə mənə imkan vermirsən, mən işimi burada görüm? O şeyləri bu sualın cavabı yoxdur. Həqiqi bu sualın cavabı yoxdur. Niyə onda mənə imkan vermirsən, mən burada yemək Bir bişirəm? dənə çığırtma pişirirəm, pulov Hadi dəmləyəm. bestir daday, veriliş tezə başlayıb, ürəyim acından gedir də, bestirdə tamaşaçılar da baxır. Çığırtma belə getdi, qlazok bu yana gəldi. Nə demək sən? Soğanla bir dənə şey... Fikir verirsiniz bunu. İstədi, ürəyim istədi. Nəyi? Ya da ürəyin istəyər da. Nə bilim ha. Qoy biz keçək xəmiri yoğuraq. Bir adam bura pişirir ya, bu bilmirəm adam bura. Aş pişirə bilirsən. Gəl belə elə. Mən burada verilişi aparım. Sən keç o biri studiyada qəşəng aş pişir bizi üçün. Uzağa kartof eləyə bilərəm, yəni yaxşı soğanla. Aşçının gün lazımdır. Gün olmalıdır, o gəlməlidir o insana. Sənin başıma dönər. Apara gəldi. Hə. Görsün nə qədər söhbət elədi. Gəldi. Gəlmiş aparanı mən bura əlavə eləyirəm. Mən istəyirəm ki, bunu təmiz bura əlavə eləyim. Hə, indi onu bura yandır. Hə, amma Ayşə o sürətdə saxla. Və mən bura aramla südümü əlavə eləyəcəm. Eləmə də sürəti artırma. Söz verdin ki, eləməyəcəksən, dəcəllik. Hə. Bu arada qaldırmaq lazımdır. Qaldırın. Qaldırın. Bax, məni hamı harda görür, deyilir ki, oğlan səni niyə incidir? Mənə də dillər. Hə, nə deyirsən onda? Deyirəm, özüm Deyirsən ki, bilərəm. Allah O bilər, incitmə. mən bilərəm. Artır yaxşı. Çox yox. Bir də görəcəksən ki, artıranda oradakı xəmir var ha, vıyıldığının çıxdı qazanın içindən. Yazıq dillənə deyə bilsin amma. Badamburanın xəmiri, şəkərburanın xəmirindən biraz yumuşaq olmalıdır. Yəni ki, ona görə mən südü çox ehtiyatla əlavə edirəm. Badamburanın mayesi, yəni südü nədən asılıdır? Yenə vurğuluyuram. Unun keyfiyyətindən. Yəni biz unu tuta bilmirik, bərkdir, yaxşıdır, nədir? Ona görə də bax görürsünüz ki, aramla südü əlavə eləyirəm. Əla, bu biraz da yoğursun. Mən bir dənə kontrol eləyim xəmiri. Əla. Odur. Hələ odur. Sadəcə olaraq. Hə. Bir də gedək. Eləginə. Sən mütləq... Sənin ən bərk sürdüyün maşının sürəti nədir? 160. O da bir də Almaniya yolunda sürmüşəm. Amma nə qədər sürməlisən? 100. Orada biraz 120. Orada 200 də sürmək olurdu. Mən 160-da qorxdum. Gözümün qabağı anamla atam gəldi. Yaxşı geç olmasa arada onları fikirləşirsən. Məni düşünmürsən. Ya mən bəşirən deyirəm. Və xəmir hazır olanda, məsələn, indi bax, bilmirəm, kameralar yuxarıdan tuta bilir ya yox. Hə, bax, xəmir yığılır bir yerə. Xəmir ki, elə ki, başlayır bir yerə yığılmağa, deməli, o nə deməkdir? O deməkdir ki, xəmir artıq bizdə hazırdır. Və təbii ki, biz yenə qoyacağıq sobaya. Bu mütləq acımalıdır, mütləq. Bax, hə, Orxan, görsət ki, xəmir bir yerə yığılır. Hətta əllə də xəmiri yoğuranda o da heylədir. Sadəcə olaraq müasir devirdir. Bu maşın bizdə olduğuna görə, yəni mən bunu çox gözəl bir xəmirdir. Baxın, görün, südün hamısını mən işlətmədim. Mən bir dənə buranı silim, buranı bir dənə boşaldım. Quzu kəsərəm sənə. Hə, yavaş-yavaş. Mən istəyirəm ki, tamaşaçılar görsünlər xəmirimizi. Xəmir, şəkərburanın xəmirindən bir balaca yumuşaq olur. Aycan. Qəşəng gətiriyoruz. Təşəkkür eləyirəm. Bu bizim xəmir. Xəmiri biraz ağ olmalıdır da bu.
badamburanın. Badambura mən sənə belə bir şey deyim. Mən ümumiyyətlə bunu illərlə işləyirəm, amma mən onu məsəl üçün tuta bilmirəm o məsələni. Bax, paxlavadır, badamburadır, hansı unla xəmir yoğursun, problem olmur. Amma şəkərburanın üstündə əstiyici o qədər də o şəkərbura problem yaradır. Və mən bu xəmiri yığıram bir yerə, baxın görün, və mən elə bu qabda, yox bu qabda yox, bircə dəqiqə. Sobanı yandır, Elmira xanım eləyək. 20 dərəcəyə mütləq. Qoymusan da, yoxsa? Mən söndürmədim da, yəni ki, sən bir də əziyyət çəkməyəsən. Qoydum 20-yə. Onu bacardım, bir təhər özüm yandırdım. Sən biraz başın söhbətə qarışmışdı. İndi qoyuruq, bir özün tutsun. Sonra şəkər çörəyə kesirik, hə? İndi keçirik şəkər çörəyə. Bunu mən qoyuram bura. Və mən bunun üstünü belə örtürəm. Bu mütləq örtmək lazımdır ki, xəmirin üstü qaysaqlanmasın. Burada belə istidə hava şeydə, 50 dərəcədə idi. Amma baxın, görün, açıq qoyaq ağzını biraz. Pişər, Elmira xanım. Yox, qorxma, qoy bura. Bura sən qoy, narahat olma. Hə. Dostlar, belə eləyək, biz çıxaq... Bu boyda cəmaatın qarşısında cavabdeyəm, məsuliyyət daşıyırım. Siz onu eləyin. Dostlar, biz çıxaq reklamlara, ARB TV-də reklamlarda, amma heç yerə ayrılmırsınız. Reklamları izləyirsiniz, bir neçə dəqiqədən sonra qaydırıq. Elmira xanım, gördüyünüz kimi bu ənənədən yenə istifadə eləyir. Və mən bunu bu cürünə eləyirəm. Sizə bir ildir ki, əməkdaşlıq etdiyimiz baş sponsorumuz Final Mətbəx yağından həmişə danışıram, yenə danışım. Bu yağ unikal bir yağdır, çünki siz marketə girib müxtəlif növ yağlar almırsınız. Bir mətbəx yağı alırsınız və bununla həm şirniyyat, həm yemək və mətbəxdə nə bişirmək lazım olursa, bu mətbəx yağı ilə hazırlayırsınız. Bol südlü, çox dadlı, ləzzətli Final Mətbəx yağı. Təşəkkür edirəm. Övlad sahibi olmaq istəyənlər, ekrana yaxın əyləşin. Sizə maraqlı bir xəbərimiz var. Xüsusi sponsorumuz uzman ginekoloq Doktor Emin Haqverdiyevdir. Doktorun icra etdiyi açıq və qapalı əməliyyatlar, ağrısız qeysəriyyə əməliyyatlarını, genital estetik əməliyyatlarını sadalamaqla bitməz. Bundan başqa yumurta cavanlaşdırma, sonsuzluğun müalicəsi, sidik qaçırma kimi problemlərlə bağlı Emin doktora müraciət edə bilərsiniz. Qəbula yazılmaq üçün 050 797 1707, 051 333 1727 nömrəsinə zəng edin və Emin doktorun göstərdiyi xidmətlərdən siz də yararlanın. Baş sponsor Final Mətbəx yağı, xüsusi sponsor uzman ginekoloq Emin Haqverdiyev, sponsorlar Aura, Azərduz, Sultan Düyü və Rəmzioğlu paxlava. Və reklamlar bitdi dostlar, verilişimiz davam edir. Badamburamızın xəmiri gəlməklə məşğuldur və biz isə keçirik şəkər çörəyi ilə məşğul olmağa. Şəkər çörək üçün bizə lazımdır bir ədəd qab. Qabın içərisinə biz əlavə edəcəyik, nədir bu? Şəkər kirşanı. Şəkər kirşanı. Yavaşdır. Ki tozu qalxmasın nəfəsimə. Köşdü cəmaat. Ekran qarşısında oturanlar köşdülər. Bunu bitdi. Sonra bizə lazımdır. Yağı əlavə edirsən ora. Yağı əlavə edirəm. Mətbəx yağı getdi bura işinə. Biraz yumuşaq olmalıdır. Hə. Və biz oraya əlavə eləyirik. Nə? Bir paçka vanil. Bir də gedəyən. Ay Allah. Neynədir? Əlim kəsildi. Niyə? Onun... Axı sən niyə öz işinə məşğul olmursan? Sonra nə? Eləmişəm, indi... Yenə deyən bunu. Ölmək də xırılamaq nə demək? Allah, necə kirimiri? Götür yine. Hə. Bəsdir? Bəli. Sonra? Başlayır, yo, heç nə hələ dəymə. Və başlayırıq bunu çalmağa. Əziz tamaşaçılar, 250 qram yağ, kərə yağı, bir paçka vanil, stakan yarım kirşan, şəkər kirşanı. Ağarana qədər çalırıq. Şəkər vurmuruq da, başqa şəkər vurmuruq da? Yox. Yağ olan hissəni çal yenə ki, qarışsın da. Yaxşı ki, müəllimin olmamışam. Mən sənin ömrümün axırına qədər sənin yadaşında həkk olacaqdım.
Hələ müəllimlərim hələ bu dəqiqə baxır, deyir ki, bu uşaq getdi Elmira xanımın canını için. Və mən bura əlavə eləyirəm yumurtanın ağı. Görürsünüz necə peşəkəram? Belə peşəkərə itir batır. Görürsünüz mən necə insana. Allah qurban olum, necə insan yaradmışsan. Çox istedadlıyam, hə? Çox. Amma öz aramızda əziz tamaşaçılar, həqiqətən Azərbaycan milli şirniyyatları çox gözəldir, həqiqətən də. Hərənin özünə məxsus dadı. Şəkər bura bir cür ləzzətdir, paklava bir cür ləzzətdir. Badambura bir cür ləzzətdir. Badambura biraz yenilikdir da. İndi badambura biraz neçənci illərdə şeyə düşdü. 85-in axırı. Badambura dəqiq yox. 90-cı illəri idi. Hardasa hə, o vaxtlar. Şor qoqal, şirin qoqal. Yaxşıdır. Şəkər çörəyi süfrələrin bəzəyidir, bəli. Elmira xanım. Ay, bəli. Dediniz bir Novruzdan danışırsınız. Ən yadınızda qalan Novruz, yəni adəti, günü, nə bilim, Novruzda nə maraqlı? Səbirsizliklə Novruz bayramı gözlürdüm. Bilirdim ki, təzə ayaqqabı alınacaq, bir də təzə paltar alacaq bizə. Novruzda alınacaq. Qurana and olsun. 7 noyabr, 1 may. Bir də bizim Novruz bayram. Novruz bayramı, özü ki, qırmızı rəngdə nəsə olurdu. Mütləq ayaqqabı təzə və yəni hamımız o səbirsizliklə o bayramı gözlürdük biz. Baxmayaraq ki, bizim cəmaat repressiya qurbanıdır, Qazaxstanda yaşayırdılar, Orta Asiyada. Amma indinin də bu saatına Orta Asiyada, bütün Orta Asiyada yaşayan Azərbaycanlılara, qohumlarıma, hamısına mən buradan salamlarımı göndərirəm. Mən sizi öpürəm, bağrıma basıram və çox maraqlı bir şeydir ki, yad bir qərib yerdə yaşayan Azərbaycanlılar o adəti saxladılar. Və görürsünüz, bayram birləşməkdir, bizim milli kimliyimizdir, onu itirmək olmaz və bizim dünyanın müxtəlif ölkələrində yaşayan bütün Azərbaycanlıları salamlayırıq. Bizim verilişi izləyirsiniz, bilirik. ARB televiziyasının izlənmə dairəsi çox genişdir. Cənubi Azərbaycanda yaşayan Azərbaycanlıları, onları da salamlayırıq, bizi izləyirlər. Səmədin bir dostu var. Biz kanal dəyişəndə Səmədə yazıb ki, hara getdilər, haradadır? O deyib ARB-dədilər və o bizim adını bilmirəm, buradan salamlayıram. Əgər bizi izləyirsə, Səməd hər dəfə mənə yazır, bizim verilişlə bağlı məlumat göndərir. Özü bəydir, İran Azərbaycanlısıdır. Yəni deyirəm ki, bütün o tərəfdə, bu tərəfdə, o yanda, bu yanda, harada yaşamasından asılı olmayaraq bizi izləyən, bizi sevən, bütün Azərbaycanlıları buradan salamlayırıq. Nə yaxşı ki, varsınız, biz də sizə görə buradayıq və sizin üçün, əsasən də xaricdə yaşayan Azərbaycanlılar üçün bu təyyamlar maraqlıdır bu Novruz ərəfəsində. Baxın, bəlkə nəyisə unutmuşsunuzsa, nəyisə üstündən keçmək istəyirsə xanımlar, diqqətlə izləyin. Bugün Elmira xanım sizin üçün şəkər çörəyi və badam bura bişirir. Və orada, məsəl üçün, mənim o yadımdadır. Bəlkə ola bilər, indi orada çox şey dəyişilibdir, bəlkə də bilmirəm. Yəni, 21-i bayram idi və 22-si adəti üzrə konkret olaraq hər il kiminsə evində yığışılırdı və çox təntənəli sürətdə o bayram qeyd olunurdu. Çox bir maraqlı bir bayramdır. Ona görə mən Novruz bayramı çox sevirəm. Yenə ona görə deyirəm bəyək ki, yəni biraz bədbinliyə qapılmayaq. Yəni mən bilirəm, mənə buradan belə deyim, qəmgin notlarda danışmayım. Amma mən bilirəm ki, bizə baxan, mənim süfrəmə şəhid ailələri baxır. Bizim ixtiyarımız yoxdur nəsə bir onlara nəsə deməyə. Mən bilirəm o ağrı, acı nədir. Allah bizim şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Amma itki böyük şeydir. Amma maalesef ki, o körpələr ki var, körpələr onu başa düşmür. Və o evdə o şirniyyat bişməlidir. Yəni, körpə böyüdükcə dərk eləyəcək məsələ nədir? Allah bizim gözəl analarımıza səbir versin. Amin. Şəhidlərimizin yoldaşlarına da səbir versin. Çox böyük bir şeydir.
Nə bilim, amma Novruz bayram gözəl bayramdır. Soruşarsınız ki, necə bunu əlinizlə... Niyə? Həqiqi mən də olsa, niyə əlinizlə elədiniz? Nə bilim, nəsə, bunu əlimlə... Əl bulamaq lazımdır. Əl dəyməlidir. Elmiranın əli dəyməlidir. Sən bunu bir dənə iynə. İnan bu verilişin iyin hissələsə tamaşasıdır. Elə bir texnik olsa, cəmaət evdə qalmaz. Orxan dedi ki, 20 ildən sonra olacaq elə şey. Orxan bilir. Orxan şeirlər yoxdur, yəni biz ayrı-birdə olandan şeir... Hə, axır vaxtlar yaddan çıxmışam. Yaz gəlsin, tez gəlsin, elə obaya bahar gəlsin. Bişirsin ema badambura, yanında şəkər bura, paxlava da olsun, gətirsin studiyaya. Deyirəm də, imkan niyə saçdırırsan məni? Çəksin verilişi Tural, Heydər o tərəfdən etsin, Heydər... Saçdım. Qardaş, mən şeir deyəndə müdaxilə eləməm. Mayalı xəmirə əl vurma bu bişirən. Mən də şeir deyəndə mənə müdaxilə eləməyin. Gül kimi qafiyə gəlmişdi, Heydər, niyə oldu bu böylə? Və mən şəkər çörəyin xəmiri indi bu masanın üstündə bitirəcəm, yəni ki, axıra qədər. Və onu istəyirəm, deyəm ki, tamaşaçılara, xəmir yumuşaq olmamalıdır. Əks halda şəkər çörəyi biraz belə boz kimi olunacaq da, xoşa gəlməyəcək. Bax, görsən xəmir necədir. Və mən indi bunu tərəzi yolu ilə biz bunu böləcəyik 50 qramlıq kündələrə. Bu şəkər çörəyi yumru olmurdu, nətər olurdu bu? Belə pişirmişdiniz axı bir dəfə, yoxsa ilk dəfə də pişirirsiniz burada? Yox, pişirmişdim. Amma belə pişirməmişdiniz. O mətbəxdə. Vallahi elə pişirmişəm. Yadında qalmayıb. Unutmuşam. Və çox əlimdə tutmuram ki, əlimin istisi, o yağı çox... Əlimin istisi əlimdə qalıb. Sən verənə şükür. Başqa birisinin bişirdiyini yeyə bilmərəm. Emanın təamları çox dadlıdır. Məsəl üçün, indi burada var. Bir-biri birindən çox dadlıdır. Bişirsə şəkər çörəyi badam buranı, başqasının bişirdiyini yeyə bilmərəm. Daradaradan, daran, daran, daradaradan. Xoşun gəlir Elxan Şirinovadan. Daran, daradaradan, daran, daran, daynay, nay, nananay. Yavaş-yavaş axırda eşidəcəyik ki, Fərid olub məşhur bir... Yadımda qalıyor, uşaqlıqda eşitmişdim. Çox gözəl repertuarı var idi o oğlanın. Və Elmira xanım bu formada bölür. Şəkər bura, paxlava, bəzək verir süfrəyə. Bax, fikir verin, biz deməli bir verilişdə, yəni iki bişmişi yola veririk. Biz vaxtı itirmirik. Bəli. Onu zəhmət olmasa oradan çıxar, qadasını alaram. Buyurun, Elmira xanım. Səni verənə şükür. Bizim xəmirimiz gəlibmi Elmira xanım? Gələcək. Badambura xəmirimiz. Mən hələ ora baxmıram. Niyə? Ona görə ki, mənə lazımdır şəkər çörəyi bitirmək. Biri neçə qram olmalıdır? 50 qram. Və sürətli formada gördünüz, Elmira xanım kündələrə böldü, artıq əlində forma verdi, yağlı kağızı qoydu və yağlı kağızın üzərinə şəkər çörəklərimizi əlavə etdi, düzdür. İndi nə indir Elmira xanım? İndi mən bunların üstündə belə burada, belə bir çala kimi eləmək istəyirəm. Burada bir şey gördüm, dəlik. Ay, sağ ol. Mən o ilə eləyəcəm, mənə çox xoşuma gəldi bu. Bu çox belə səliqəli olacaq, bax belə. Düz mərkəzdən elə, mərkəzdən. Dedim axı mərkəzdən. Tərpətdüz də onu. Nətər məni əsəbləşdirir. Necə sən məni incidirsən? Allah təala sənə nəlbəki boyda göz verib, maşallah, maşallah. Mərkəzdən. Düz eləməyəcəksin, səni öldürəcəm indi. Bax, min dənə milli. Targovudur, bax, elə. Targovu nədir? Mərkəz. Hə. Burada? Allah, məni öldürmədə. Ay, sən niyə qaçırdın? Sən mənim kasoy. Özünüz eləyim.
düpədüz. Gözlərim var da, bu da bunu mərkəzdən belə elə qutar. Sən niyə sola gedirsən? Məndə mərkəzdən qaçma gülməsi var. Elə bil ki, Hindistandasan. Ay, sağ ol. İndi onlara niyə dınqış elədin sən? Biri balaca olsun, fərqli olsun da. Sənə qurban olum, ay Allah. Başıma dönərəm sən, ay Allah. Ver. Ay bala, elədiyimi bir ikisini. Taxt-tacım var, ağ rəyində, otur orada. İncitmə məni çərrətmə, ona baxayım. Bu səni bala. Müəllimi də bir söz deyə bilmirəm. Mən artıq burada müəllim özüməm. Öyrədə bilmədim il yarımda səni. Bu, yəni mənim öz ideyamdır. Bu belə olmamalıdır. Özüm fikirləşmişəm. Ne üçün? Büyün deməli nə yadımdan çıxıb evdən gətirməyə, fırça o, uşaqlar rəng çəkirləri, balaca fırça ilə. İndi heç nə budur. Belə. Səliqəli. Çox gözəl. Bəli. Möhtəşəm. Allah gözəl günlər qismət eləsin sənə. Mən xoşum gəlmir, şəkər çörəyi, yumurta axanda şəkər çörəyin üstündə. Birin yumurtası eləyəsiz. Hamısını istəyirsə eləyim yumurtasız. Niyə yumurta xoşlamırsan sən? Mən bir qəribə qədər yumurta. Kənd yumurtası olsa da deyərdim mən. Bunu verin mən sobaya pişsin. Bir dəqiqə deyən, sən qoyunu bura, sobada xəmirimiz var. O biri sobada, o biri soba. O biri soba, onda onu qoyun 160-a, 150-yə. Konveksiya? Konveksiya 150-yə. Buyurun. Bizə lazımdır ki, həmkar verilişə təqdim edirik, qonşu proqramı. Şəkər çörəyi qızarmasın, qurusun üstü. Görürsünüz, maşallah, hər bir şərait var. Bu olmasaydı, niyə yiyəcəkdik ikinci sobamız? Gözləyəcəkdik ki, or çıxsın oradan. Belə dostlar, şəkər çörəyimiz hazır. Biz nə edirik? Biz gedək reklama. Reklamlardan sonra... Bircə dəqiqə söz qadasını alaram. Bəli, buyurun. Mən bilirəm ki, 100% sual gələcək ki, Elmira xanım, əlinizdəki alət nədir? Tort ləvazimatlar dükanlarında marsipanı, marsipan tortu elə bir ki, yığan üçün alət var. Oraya gedin, onlardan siz orada görəcəksiniz, alarsınız. Sadəcə olaraq mən bu variantı burada fikirləşdim. Bir də mən yumurtanı biz bugün yola verdik, amma o uşaqların ki kisti, fırça var balaca, oyla. Yəni mən xoşlayıram ki, şəkər çörəyi bax bu cür nə səliqəli olsun, o yumurta heç yerə axmasın. Artıq mən bir dənə, biz reklama gedirik. Yox, baxıram mən sizə, eləyin, vaxtımız var, narahat olmuyor. Həmin bir dənə xəmirə baxın. Buyurun. Baxın xəmirə, buyurun. Artıq marketə gedib müxtəlif növ yağlar almaq lazım deyil. Elmira xanım yeməkləri bununla bişirir. Bir dəfə aldım, bəyəndi və ondan sonra bütün təyamlarımız final mətbəx yağı ilə oldu. Xörək də, şirniyyat da, adi qızartma da hamısı final mətbəx yağı ilədir. Ürəklə bişir, ürəklə ye. Final mətbəx yağı. Azərbaycanın xanımların sevdiyi bir marka da Auradır. Aura'nın onların tanışdığı inanıram ki, uzun illər və daimidir. Mən danışmaq istəyirəm ilk olaraq, baxın, bu kağız dəsmaldan. İnanın, bu kağız dəsmalı hansı mətbəxdə istifadə olunursa, o mətbəxdə gigiyena, təmizlik var. Üç qatlıdır, hop durur. Biz evdə, mənim süfrəmdə də hər yerdə istifadə edirik. Gigiyena üçün yəni unikal bir seçimdir. Və Aura bu kağız dəsmallarla bitmir növləri. Baxın, antibakteriyal növü. Daha sonra süfrəyə bəzək qatacaq, qonaq gəldi, müxtəlif teksturada olan bu formada salfetlər, qutu salfetləri, növləri çoxdur. Aura, sadəcə kağız deyil. Sizin sevimli paxlava markanız Rəmzoğlu Paxlava milli və türk paxlavalarının istehsalı və satışı ilə məşğuldur. Əsl türk paxlavasını dadmağımız üçün Türkiyədən gətirilən məxsusi olaraq paxlavalıq undan, birinci sinif Antep fıstığından, təbii kərə yağından, təbii şəkərdən istifadə edir. Milli paxlavalarımız bizim daha həssas tərəfimizdir. Çünki bu bizim milli mətbəximizdir. Bizim məqsədimiz bu milli dadı qorumaq və gələcək nəsillərə ötürməkdir. Rəmzoğlu Paxlava.
Baş sponsor Final Mətbəx Yağı. Xüsusi sponsor uzman ginekoloq Emin Haqverdiyev. Sponsorlar Aura, Azərduz, Sultan Düyü və Rəmzioğlu Paxlava. Və reklamlar bitdi və reklamlardan qayıtdıq. Şəkər çörəyimiz. Bəh. Şəkərdir, baldır. Şəkər çörəkdir. Nə gözəl, nə daddır. Daddır elə deyirəm, göy yemişəm də. Yiyim. Nə bilim, məsləhət sənindir. Elim tutdu, ay Allah. Nə oldu? Gəl belə eləyək. Mən veriliş yaparım, sən ged otur kresloda. Yo, baxıram, gözdəydi mənə Əminə xanım. Kimin gözdə? Başıva dönərəm, mənəm yanında da. Nə bilim. Yan deyilsin, ekrandan sənə gözlə. Ekrandan sənə gözləyə bilməz. Sənə bu saat irad bildirirlər ki, necə o xanımı incidir. Yo, işim yoxdur. Əziz tamaşaçılar, siz bu gözəlliyə baxın, siz bu yaraşığa baxın. Siz bu aləmə baxın, möcüzəyə baxın. Baxdıq. Və mən neynirəm? Əcəb eləyirsiniz, baxın. Və mən neynirəm? Mən xəmiri ölçüm və 5 gündəyə bölüm və biz başlayaq badamburamızı eləmək. Baxın, görün. Bax, sizin badamburanın xəmiri, bax, bu cür olmalıdır. 898 qram, 900 qram. İndi sən bunu zəhmət olmasa böl günə 5 gündəyə. Mən telefonla 917 neçəyə bölüm? 5-ə? 5-ə, bəli. Görürsünüz ki, 183. Biz keçən verilişdə qoqalımızın xəmiri biraz boş idi. Özüm eləmişim onu. Amma badamburada belə şey olmaz. Və 100 neçə dedin? 83. Bu da məndən 5 betər ürəyi gedir. 200. 185. Bəs elə budur. Demədin 183, yaxşı. Əziz tamaşaçılar, ümumi xəmiri çəkdim, 5 gündəyə böldüm. Prosesi necə olacaq? Üst-üstə olacaq bunlar? Bəli, qoqal kimi. Qoqal kimi olacaq? Hələ qoqal kimi. Nə qədər qalmalıdır bu? Mən sənə icazə verirəm, ged evə. Hə, gedirsin. Otur evdən baxarsan bizə. Gedim oturam orada. Güd otur da sənin. Ayıbdır, mən burada kömək edirəm. Deyirəm, bax bu qozu çək, sonra hara gedirsin, ged. Sadəcə olaraq deyəm, mən qoy onu çəkim, görüm o nə qədərdir. 661. Hardan bilirsən? Tərəzi var. Bəs qabı çıxmadın axı. Şirniyyat aləmi çox dəqiq aləmdir. 230. Nöşün elə elədin, ay bala. Sən başıva dönərəm, ay bala. Xırdala. Yəni, sən körpün böyüyəndə, şululuq eləyəndə sən sual vermə, ha? Sən kimə oxşamısan? Deməli. Görürsünüz? Bir dəqiqə deyəm, boşalt bura, bir dəqiqə, bir dəfədə. Neynədim, mən? Səbirli ol da, sənə qurban, səbirli ol. Nə qədərdir burada? 214 qram. 214 qram, deməli biz bura 100 qram. Nə? Şəkər tökəcəyik. Bəs. Uzaq ellərdə bizim verilişə baxanda Uzaq kəndlərdən, yaxın kəndlərdən. Görsünlər ki, Azərbaycan şirniyyatı hazırlananda elə bilərsin ki, brilyant üzüydü, qrama-qram gedir hər şey. Bəli, zərgər, bəli. Ema. Və mən biraz ədviyyatımı götürüm. Bu nədir Elmə xanım? Hildir bu. Biraz hil. Sonra? Sonra sən sağ olun. Bu ancaq qozla eləyirlər için, yox fındıqla olmaz. Bunu mənə sual verdilər bir dəfə. Yəni mən bunu belə görmüşəm, amma adı badamburadır. Mənə elə gəlir ki, burada badam olmalıymış. O da yəqin ki, badam bahadır deyənə alternativ variant tapıblar qozla. Niçin ki, mən sənə belə deyim. Mənə elə gəlir ki, fındıqla bu çox quru olar.
Qozla yağlığı. Badamla da yaxşı olar. Badamla yaxşı olur, badam bahadır axı. İndi yağlayacaq aralarını Emrah xanım. Məndən soruşanda ki, badam bura neçədir, deyirəm qiyməti budur, tüylər, ay dədəm vay. Və mən də gedim 18 manatlıq qoz alım, yoxsa 29 manatlıq badam alım. 18 manatlıq qoz alırsın. Ay, sağ ol. Ona görə də bunu Qozlu bura. icad eləyiblər. Qozlu bura. Qozlu bura. Və Elmə xanım gördüyünüz kimi dostlar, dördüncü yoxsa beşinci? Dördüncünü qoydum, yağladım. Və beşincini əlavə eləyir. Hə, gəldi beşinci. Eyni qoğal kimidir proses dostlar. Eynən, sadəcə olaraq mümkün Sudu da belə olur da, sudu. Bəli, bəli. Mən istəyirəm ki, tamaşaçılar baxsınlar ki, bax, xəmirin möhtəşəmliyin, baxın, görün. Və mən çalışıram ki, xəmiri, yuxanı cırmayın. Baxın, görün. Özü-özünə gəlir. Yəni, burada bir problem yoxdur. Siz nə qədər, neçə yerdə yuxanı, yəni ki, uzadanda əyəm yuxa cırılsa, deməli, sizin badam bura partaq-partaq olacaq. Yəni, onu yadınızda saxlayın. Baxın, görün, necə eləyirəmsə, elə də gedir. Deməli, yuxaları yağlamamışdan qabaq masaya bitki yağı vırdım. Birinci yuxa getdi ora. Baxın, görün. Kukla kimi. Həqiqə kukla kimi oldu ha. Mən belə. İndi nə inəsiz Elmira xanım? Qoğal kimi kəsəsiz. İndi qoğal kimi lent kəsəcəm. Sonra içinə içliyi doldurub badambura formasını verəcəksiniz. Badambura forması. Eynən qoğalın prosesi. Sadəcə olaraq mən də əvvəl badamburanı eləyirdim 7 yuxadan. Amma sonra bir dəfə elədim 5. O bir təsadüfdür. Mən deməli, xəmirim çox idi. Mən böldüm 2 yerə. Gördüm ki, əyəm 14 gündə olacaqsa çox balaca olur gündə. Mən götürdüm, elədim 10 gündə. Yəni 2 kəsim, 5-5. Hazırlayandan sonra gördüm çox qəşəng bir badambura çıxdı. Və mən neynirəm? Mən bu qıraqlara düzəliş verirəm. Bax, bayaqdan deyirsən ki, belim tutub. Və niyə durdun əgər? Heç nə əl vurma. Bax, sən mənim canım. 2 əlim mənim, yəni, bağlı da olsa mən sizə kömək etməliyəm. Bu mənim borcumdur. Onda keç o tərəfə. Mən tamaşaçılar... Sadırsınız. Yox, bunlar bizə hələ lazım olacaqlar. Ola bilər ki, mən bunu büktüm, hələ də badambura elədik bunu. Bizə sadəcə olaraq məqsədli şəkildə mənə lazımdır ki, bunlar düz olsun ki, rulonda bu artıqlar var, bu qıraqlar. Bunlar bir problem yaradır. Amma belə bir problem yoxdur. İndi bunu belə-belə kəsəcəksiniz? Hə. Qoğaldan mı belə-belədir? Yox, bunu da elə kəsəcəm. Hə? Mən gələn səfər Allah qoysa... Tətqiş gətirəsiniz. Məndə evdə laminat var. Bu biraz özün tutana qədər mən bunu səliqə ilə mən elə bunları büküm. Hətta belə deyim. Bu çıxıntıdan da siz yararlanırsınız. Mən məsəl üçün cavan olanda mən nə edirdim? Belə məsəl üçün qoğal hazırlayanda. İndi badamburanın xəmirində vanil var. Mən qoğalın xəmirinə belə çıxıntılar çıxardırdım, sonra yığırdım, bir böyük kündə eləyirdim. Deməli, pendirlə gör nə qədər qurman olmuşam, həvəskar, yemək həvəskarı. Pendiri ovurdum, törkadan keçirdirdim. Sarımsağın təzə çıxan vaxtı, o yaşıl var ha, onu da uğrayırdım ora. Doldururdum o xəmirin içinə. Bundan nə badambura çıxacaqsan, Elmira xanım? Yox, yəni problem deyil. Badambura çıxmayacaq, buna şey tapılacaq. Nəsə eləyərsiniz, hə? Əlbəttə ki. Gəlin kəsək. Yox, qoy tutsun da özünü. Tutsun da sənin birini şükür bu saate.
Və Elmira xanım gördüyünüz kimi artıq bir dənə Elmira xanım göstərin. Bu saat qoy bunu mən eləyim, izah eləyim. Formasına gətirir, 2 qaşıq qoyur. Deməli, 2 qaşıq yox, hələ 3 qaşıq da olacaq. Maşallah günün olsun. Və mən bunu bu cürlə bağlayıram. Yəni təzədən göstərərsiniz. Heç bir problem yoxdur. Və yoxluyuram ki, bax bu qatlar ortada olsunlar. Mən yəni söz verdiyim kimi əl vurmuram. Bu bayramdan sonra. Həqiqətən də başlayacağam. Həqiqətən də bu sənlik deyil, həqiqətən də. Yəni bax belə. Və mən davam eləyim. Deməli, kündələrimi hamısını eləmişəm 60 qram. Ortadan belə tutursuz. Və belə eləyirəm. Bunu çox adam müxtəlif eləyir. Yəni, mənə belə bu rahatdır. Amma sadəcə olaraq mən nəzarət eləyirəm ki, bax bu qatlar, mərkəz hamısı yerində olsun. Ona görə ki, badam buranın yaraşığı, gözəlliyi odur. Belə. Çox dadlı bişmişdi. Gözəl bişmişdi, amma etiraf eləyim ki, çox kapris bişmişdi. Məsələn, və bizdə elə xanımlar var ki, mən mətbəx səhifələrini nəzərdə tuturam. Mən çox mətbəx səhifələrinin əl işinə baxıram. Bizdə elə səhifələr var ki, elə bilərsən ki, elə bu badam buraya üçün bu qızı da bu xanımın əlləri yaranıbdır, bəli. Ona görə ki, yenə vurğuladığım kimi kapris şeydir, bişmişdir. Saatlarla belə forma ver, bir də görürsən, əgər onu düz seçilməyibsə, deməli, görürsən ki, eləmişəm, düzdür və bu ucu yığılır. İndi bu verilişdir, sözün düzü mən tələsirəm, mən indi bunu evdə belə yığmazdım, mən bunu biraz gözlətdirəcəkdim. Proses bu formada davam edir dostlar və Elmira xanım bu formada doldurur. Sizə aydın oldu artıq. Biz bunu biraz vaxtımıza az qalıb sürətləndirək və birazdan hazır badam buranı yeyəcəyik. Və mən həmişə vurğuladığım kimi lentlər mütləq özünə gəlməlidir. Baxın, o qatları burada mən eləyə bilmirəm, diqqətlə baxın. 1, 2, 3, 5 qat olub artıq 10 qatda, yəni qatdalanır, olur 10 qat. Xəmir də özü unikal xəmirdir. Xəmir yumuşaq çox olmamalıdır, çox bərk də olmamalıdır. Onun üçün də reseptə dəqiq baxsınlar. Deməli, Tural 1 kilo unun reseptini verəcək. Əgər sizə belə az lazımdırsa, porsiyanı yarı bölürsünüz, ərzaqları. Bilirsiniz, yarım porsiya. Bəli. Və mən bu minvalla davam eləyirəm. Yenə deyirəm ki, bunu hamı bir cür eləyir, yəni belə də masanın üstündə açırlar. Burada məqsədli şəkil nədir? Bax, bu qatlar ki var, orta, mərkəz. Bu mərkəzdən qaçmasın. Bunu hamı başqa cür, mən yəni ki, çox baxmışam, izləmişəm səhifələri. Mən görürəm ki, hamı başqa cür. Həqiqətən bu şirniyyat aləmi dəryadır. Çox. Məsuliyyət. Vaxt aparan. Nəyə? Necə? Deyirəm ki, bu şirniyyat aləmi çoxsuna verilmiş qəmi. Yəni, mən də əzab çəkmişəm, çox istirab çəkmişəm. Həqiqətən elədir, Orxan. Badam buranı götürüb, əllərimi əzmişəm. Bu həqiqətən elədir. Çox adama elə gəlir ki, bu şirniyyatdır. Amma kim ki şirniyyatı bişirir, indi biri var ki, evdə özü üçün hazırlayır, bu başqa məsələ. Biri də var ki, xanım çörəyi qazanır. Bəli. Nə qədər vaxt gedir ki, məsəl üçün, fakt mən bunu düz eləmişəm, sən niyə düz qalmamalısın? Bir də görürsən ki, mən badam burayla evdə dava eləyirəm. Məsəl üçün, sobaya qoymuşam. Ən çox hansı şirniyyatla dalaşmışsınız? Ancaq badam burayla dalaşır. Dalaşırsınız, yəni, yola gedmişsiniz. Deyirəm, bu nöş əyilmirsən, sənin boynun əyilməsin. Elə deyirsiniz, hə? Ay, sənin başına gəl düşməsin. Yox, onu demirəm. Bax, görürsən ki,
Hazır düz qoymuşam, düzdür. Nöşün əyilirsən. Və peşdə gedib görsən ki, boynun əyib. Adı nöşə əyilmirsən boynuvu. Mən səni düppədüz qoymuşam da peçə. Badam burada belədir ki, yəni ki, xanım da sifariş eləyibdir. İstəyir ki, bunun bişmişi qəşəng düppədüz olsun. Heç bir şeyə çərrəmirəm. Badam bura həmişə məni çərrədir. Bunun adını qoyun Fərid bura. İkisi də çərrədir. Bu yağın adı final mətbəx yağıdır. Mətbəx verilişində mətbəx yağı bol südlü. Biz bir ildən çoxdur ki, əməkdaşlıq edirik. Baş sponsorumuz final mətbəx yağı olduğu üçün demirəm, unikal bir yağdır. Əziz xanım, siz də eləyə bilərsiniz. Həm şirniyyatı, həm yeməyi, ümumilikdə mətbəxdə nə bişirmək istəyirsinizsə, bol südlü final mətbəx yağı ilə bişirə bilərsiniz. Təşəkkürlər, final mətbəx yağı. Final mətbəx yağı. Ürəklə bişir, ürəklə ye. Övlad sahibi olmaq istəyənlər, ekrana yaxın əyləşin. Sizə maraqlı bir xəbərimiz var. Xüsusi sponsorumuz uzman ginekoloq Dr. Emin Haqverdiyevdir. Doktorun icra etdiyi açıq və qapalı əməliyyatlar, ağrısız qeysəriyyə əməliyyatlarını, genital estetik əməliyyatlarını sadalamaqla bitməz. Bundan başqa yumurta cavanlaşdırma, sonsuzluğun müalicəsi, sidik qaçırma kimi problemlərlə bağlı Emin doktora müraciət edə bilərsiniz. Qəbula yazılmaq üçün 050 797 1707, 051 333 1727 nömrəsinə zəng edin və Emin doktorun göstərdiyi xidmətlərdən siz də yararlanın. Mətbəxdə ən çox istifadə olan vasitələrdən biri də duzdur. Sponsorumuz Azərduz bizim vazgeçilməz seçimimizdir. Yod çatışmazlığı bilirsiniz insanlarda var və yodlaşdırılmış duzdan istifadə etməliyik. Mən Azərduzun həm də istehsal prosesində iş həmşəvar verilişində iştirak etmişəm. Çox müasir zavoddur. Göldən duzun necə alınması, necə istehsala olunması hamısını öz gözlərimlə görmüşəm. Azərduz sağlam nəsillər üçün. Sponsorumuz yüksək keyfiyyəti ilə adını sanını illərdir saxlayan dadlı, ləzzətli Sultan basmati düyüsüdür. Sultan basmati düyüsünü almaq üçün çox gözəl bir vaxtdır. Çünki bayram ərəfələrdir, axır çərşənbə, çərşənbələr və Novruz bayramında siz Sultan basmati düyüsü ilə gözəl dadlı plovlar hazırlaya bilərsiniz. Dənələri incə-incə və uzun olan Sultan basmati düyüsünü bişirdikdən sonra dən-dən artımlı və ətirli olması ilə seçilir. Sultan basmati düyüsünün özünə məxsus gözəl ətri iştahınıza iştah qatacaq. Milli mətbəximizin şahı Azərbaycan plovlarını Sultan basmati düyüsü ilə Novruz bayramı ərəfəsində bişirmək məsləhətdir. Badam bura, nə gözəl istidir, yandım. Ona görə də şəkər kişanı tökmədim. İstidi, yemə. Bir dəfə sözə bax. Bugün olsun mən... Ye, yaxşı, ye. Yo. Deyirsin, mən görürsünüz normal insanım. Artıq hərəkət eləməyim. Elmə xanım, əllərinizə sağlıq. Çox sağ olun. Bugün də master class göstərdiniz. Təşəkkür eləyirəm. Və bugün şəkər çörəyi və badam bura hazırladı Elmə xanım. Həqiqətən, dadı bilirəm 100% əladır. Sadəcə isti olmaq. Elmə xanım mənə tapşırıb ki, isti yemə bunları. Kirşən vuracaq üzərinə. Və mən istəyirəm ki, yəni mən bilməm, indi mən əlimdə belə tuturam, bunu izləyicilər belə hiss eləməz. Badam bura yüngüldür. 150 dərəcə nə deməkdir? Yəni ki, bizim bu peç biraz zəifdir, 150. Adətən evdə mən badam buranı bişirirəm şəkər buranın dərəcəsində. 130-140 dərəcə. Yüngüldür, təmiz quruyub, əl vurursan ovulur gedir. Yəni o qədər həfifdir, həfif badam buradır. Soyandan sonra şəkər kirşanı səpəçiyi üstünə. Amma heç yenə də ehtiyac yoxdur. Ləzzətli, ətirli, dadlı, möhtəşəm Elmira xanım şedevri. Superdir. Təşəkkür edirəm Elmira xanım sizə. Təşəkkür edirəm. Dostlar sağ olun. Bayramınız mübarəkdir, bayram ərəfəsidir. İnşallah bayram günü görüşərik. Neçə belə bayramlara.
Baş sponsor Final Mətbəx yağı. Xüsusi sponsor uzman ginekoloq Emin Haqverdiyev. Sponsorlar Aura, Azərduz, Sultan Düyü və Rəmzioğlu Paxlava.